Guys, necəsiz uşaqlar? Bugün hardayıq? Bugün Xanyurda Etno qəsəbəsində Milli Yaylaq Festivalındayıq. Deməli, bugün yaylağın ikinci günüdür, 25 iyul. Əfsuslar olsun ki, dünən mən gələ bilmədim, so sad. Nəysə, necə gələnmədim, niyə gələnmədim, onları danışacağım. Amma indi gəlin sizə yaylağı gəzdirim. Getdik. Ayda, bir dənə kəpəzə baxın. Yaxından çəkəcəm kəpəzi. Orada gençler voleybol oynuyorlar. Kəpəzə bir baxın. Bildim ya. İndi məsələ budur ki, bunların keçiblər. Okay guys, it's time to work. Şöyle başladık. Sənin rasiyan hanı böyle? Oh my god. Biraz çox oldu eləbir. Daş orada hələ də var. Necəsiniz? Geçən ildə mənə hədiyyə almışdılar. My cousins. Çok şirin değil. Götürdük yaxalıqlarımızı. Bu da gəstlərimizin yaxalıqlarıdır. İndi qonaqlarımız gəldikcə onlara bunlardan verəcəyik. Nice. Yaşadı sevdalı bir xəyal məni. Gedirəm gəlməsəm ya da sal məni. Qonaqlarımız gəlməkdə davam edir. Mən qeyd eləmədim deyəsən, biz keçən ildə könüllü olmuşduq. Reklam arası verək. Mən fikirləşirəm ki, insan hər yerdə dincəlməyi bacarmalıdır. Görürsünüz, insan uçurtma uçururlar, yerdə piknik edirlər. Adınız, soyadınız? Benim adım Dayı. Bunlar isə Macaristandan gələn qonaqlarımızdır. 2, 3. Assalamu alaikum, Azərbaycan xalqı. Qaşqay türklərimizdir. Keçən il mən yenə könüllü eləyirdim onlar üçün. Bu il yenə gələ bilər. Bu bizim nazirimiz. Elə bildim ki, Qaşqay türkləri məni tanımayacaqlar da. Tanıdılar, məni qucaqladılar. O qədər şirin idilər ki. Öncə düzəldirəm. Okey, kepkamızı götürdü. Yine kutularımızla verirler. Şeyden bunlar giymek. Maska giyinip durur. Necem? Bence çok güzel. Nice. Onu tutalım. O saat o tarafa. Ben öyle gireceğim öyle. Şəhidlərimiz 30 il erməni tapdağı altında qalan Azərbaycan bayrağını şəhidlər, qazilər, veteranlar göylərə qaldırdı. Bizim bayraq əbədi göylərdə olmalıdır. Çünki biz Türk evlatları, qəhrəman evlatları, yaşasın Türk dünyası və bütün Türk dünyasının bütün Türklərinə ateşin salamlar olsun. Eyvallah. Yeməklərimiz, salatımız da var. Test eləyək. Okay. Keçən ildə yeməklər belə idi. Makaron, tam qreçka, toyuq, mal əti. Belə dadlıdır yeməklər. İsminiz? Merhabalar, benim ismim Fatih Avanos. TRT'nin Azerbaycan muhabiriyim. 2019 yılından bu yana görev yapıyorum. Karabağ Savaşı'nda ilk canlı yayını da ben yaptım. Dünyaya ben duyurdum. Sabah 6.30'da. Yaklaşık 7 yıldır Bakü'deki TRT Azerbaycan nümayendeliğinde çalışıyorum. Görevimin de sonuna geldim. Ağustos ayında döneceğim inşallah. Gayet mutlu mesut bir şekilde gayediyorum. Peki ya Milli Yaylaq Festivali'ne nasıl geldiniz? Nasıl oldu? Evet, biz ilk 2019 yılında, o zaman TİKA'nın da öncülüğünde ilk festival yapıldığında Gedebey'de yapılmıştı.
Çok şaşalı, çok güzel bir festivaldi. Çok da ses getirdi Azerbaycan'da. Beğenilmişti. Biz o yılda ilk haberlerimizi yapmıştık. Hem havadan hem yerden çekimlerimizle falan. Türkiye'de de çok ses getirdi. Bu yılda olduğunu duyunca hemen koştum geldim Bakü'den. Hem de gitmeden bir haber yapayım dedim. Onun dışında telefon geliyor, müdür arıyor. Bir konuşayım mı? Evet, aşağı. Sağ aşağı arabalar. Bir de bu tip festivaller bir köprü görevi görüyor. Yani geçmiş nesilleri, tarihimizi, geçmişimizi alıp geleceğe taşıyoruz. Yeni nesilleri, bu uşakları, küçük körpe balaları. Onlara örnek olmak gerekiyor. Burada milli kıyafetli Azerbaycanlı çocukları gördüğüm zaman çok mutlu oluyorum. Hem de bu zanaatkarları görüyorum, el işi. Azerbaycan'ın dört bir yanından zanaatkarlar da öz hünerlerini, yeteneklerini, savatlarını burada paylaşabiliyor, gösterebiliyor. Her zaman siz çekiyorsunuz, siz yayınlıyorsunuz. Bu sefer ben yayınlayacağım. Teşekkürler. Ben de çok memnun oldum kanalınıza konuk olduğum için. Fatih Avanos ben, TRT'nin Azerbaycan muhabiri. Bütün izleyicilerinize selamlarımı, hürmetlerimi, saygılarımı gönderiyorum. Teşekkürler. Adım Meryem Emirpur, violon çalıram. İran'dan gelmişik bura. Çok xoşhal olduk ki geldik bu keşvere ve bu festivale şirket ettik. Sağ olayınız. Festivalındayım. Çok güzel ab-havadır. El havasına köklenmişim. Geçmişe köklenmişim. Sanki geçmişe güzgü tutmakla geleceğe doğru bir milli yol alınır. Çox işgüzar bir xanım olduğu üçün burada bütün məsələləri o yönədir. Geçen illər ki gəldik festivali yaylağa. Hamı kakalar, bacılardan teşekkür edirik ki yeniden davet ettiler ki biz gələk yaylağa. Və yaşasın Türk milləti, yaşasın Azərbaycan. Çox sağ olun. Yaşasın Qaşqayı, yaşasın Azərbaycan, yaşasın bütün Türk millətləri. Şirazdan biz gəlibək buraya festivala, yaşasın hamı Türklər, yaşasın Azərbaycan. Milli Aylak Festivali'ndeyik. Bura çok güzel. Sağ olun hepiniz. Çek ve tağalı bırak. Tağalı bırak. Aşağı. Maşallah. Hepsi kazandı. Orada yaxşı atı çaşdırır. Yes, indi nağarırıq. İndi nəyi göstəririk? Səhnənin baxımlarını göstəririk. Ne alıb? Bombastic side eye. Deyəcəkdim. Nə demək istəyirsiniz? Şuşa haqqında mənim gözəl əsərim var. Laçınının dağlarında, Kəlbəcərim, Füzuli, Göyçə mahalına, Göyçaya Narhimini. Yəni ki, bugün də Gəncədəyik. Düzdür, Gəncəmizdə gözəl əsərlər var. İkət Əmirovun Göygöl mahnısı, Emin Sabitoğlu'nun Gəncədən gəlirəm və mən də bugün Gəncədə Yaylaq Festivalındayım. Söz verirəm ki, gələn il inşallah Yaylaq Festivalına gələndə Gəncəmizə gözəl bir mahnı əsər həsr edəcək. Ulduzumuzun kültürün, bütün Türk dilli xalqlarımızı hamını öpürəm, bağrıma basıram. Yaylaq Festivalına xoş gəlmişik, uğurlar arzulayıram. Çox sağ olun, çox sağ olun. Çok yoruldum. Çok yoruldum.
İndi Eliza xanım çıxış eləyir. Ona qulaq asmağa gedirəm. Kəpəz görünür. Hə, kəpəz oradadır. Orada kəpəz. Hə, orada kəpəz. Hər yorğun bir günün gözəl bir axşamı olur. Həqiqətən yeməyimizi yedik, bütün işlərimizi gördük, qolaqlarımızı yola saldıq. Oy, indi biraz dincəlmə vaxtıdır. Hayda bey, orada tonqal bağlayıblar. Var mısın? Gözlerim renkli. Söyle kulağım benim adım neydi? Cheers. Pis elədin. Bir də deyəcək. Oradan bir dənə fındıq verin belə səliqəli, belə vloqa yaraşacaq. Hə, baba. Profesional. Oo. Gün bitdi, biz bitdik, amma nəticəsi gözəl oldu. By the way, cəmaət Dreamfest-ə gedir. Məncə mən Dreamfest-ə getsəm bu qədər xoşbəxt olmazdım, bu qədər əylənməzdim. Ona görə Dreamfest-ə yox, yaylağa gəlin. Yox, anti-reklam eləməyim. Yox, məncə bu düz olmazdı. Nəysə. Silent Hill. Hello, sabahınız xeyir. Bugün yaylağın 3-cü günüdür, mənim 2-ci günümdür. Belə gecə çox yaxşı yatmasam da, Naşika qəşəng yatıbdı dediyinə görə. Nə qaracaq? Yəqin bugün gedəcək, by the way. Çox qalanmayacaq, çünki sabah mənim işim var. Belə. Kəpəz bugün başqa bir gözəl görünür. Kətəmi götürdüm. Ayda. Buradan qayıtmazdan əvvəl kətə yeməsəm olmazdı həqiqətən. Çox dadlı görünür. Gəncənin ən yaxşı tanıda biləcək 3 insana biri məncə Ramil bəydir, düzdür? Məncə elə birincisisiz. Ola bilər. Ola bilər. By the way, mən böyle özümə hədəf qoymuşdum ki, bir xan yurduna girəcəm. Bir də zipline-a minəcəm də. Heç birini eləyənmədim. Heç birini eləyənmədim. Amma siz hədəflərinizə çatın. Koyduğunuz hədəflərin arxasınca gedin ki, düz məndən asılı değildi. Dünən bağlamışdılar, bugün də yenə bağlıdır. Siz atın, biz siz çəkək. Elə şey də var. Reels'ı belə çək, sən belə çəkmirsən. Yo, Reels'ı belə çəkəcəm. Bu vlog üçündür, YouTube kanalım üçündür. Yes. Sözdə əmi görsətsin qadan alım. Əla deyə görsən, balamız atır, gəl. Oradan sənin hədəfləri görməlisən. Mən görmürəm axı, mən boyum çatmır. Bura qadan alım. Görmürəm axı mən. Bunu bura qoy, qadan alım. Kaç. Düz banka. Ortada olmadı. Düz ortada, düz banka. Vuracağım, 100% vuracağım. Nəyi ürək, bir də. Meşləməkdə. Çəkmədin, təzdən axtarasan. Sirkələmə. Stop. Vurdum axı. Stop. Mən o yumru yerə ata bilərəm. Hara istəyirsən? Bəsimdir. Tərpənməyən bir şey varsa bir dənə at görək. Nəfəsini saxla, at. Opa!
Məryəmlə Məltəmə aldım. Gəl onun salmasına səhifəmin. Dünən ailənin təriflədi, İtalyan sodanı içməyə gəldik. At da gəlibdi. Biraz sərt görünə bilərəm, çünki bugün artıq gedirik, əfsuslar olsun ki. Amma könlümüz həmişə burada olacaq. Dünən çox gözəl idi, bugün də gözəl başladı. Yəni yaxşı ki gəlmişəm. Çox yaxşı ki. Ayal. Bir zloy bir şey koydun ha. Orada zloy bir şey. Başka vaxt çatan. Hazır olanda de, çəkəndə de. Baka. Sağ olun, sağ olun. Artıq gedirik. Yaylaq başa çatmasa da biz getməyə məcburuq. Sabah mənim işim var. Belə. Çox sağ olun, çox sağ olun. Many months later. Saçım getdi. Saçlarım uzandı da. Oy. Hə. Okey. Reallıq budur ki, mən artıq Milli Yaylaq Festivalında deyiləm. Yaylığın birinci günü, yəni 5-ci gün niyə gec gəldim Gəncəyə? Niyə gecənin yarısı çatdım Gəncəyə? Çünki saat 5-də işdən çıxdım. Getdim evə, veşlərimi yığdım. Saat 18:30-da bilet almışdım. Qaça-qaça necə çatdım bilmirəm. Mama mənim çatdırdı avtovağzala. Anyways, mindim avtobusa. O avtobus həqiqətən mənim üçün cəhənnəmə döndü. Öz yerimdə oturdum, məni durğuzdular. Durğuzdular deyəndə mən yumşaq qəlbliyimə görə öz yerimi başqalarına verdim. Hansı ki o başqaları mənə heç sağ ol da demədilər. Anyways, sonra qabağa keçdim. Oturduğum yer biraz narahat idi mənim üçün. Biraz. Axırda Gəncəyə çatdım. Telefonum zaryadkası bitdi. Sonra necə telefonumu zaryadkaya qoydum. Sonra taksi zakaz verdim, evə getdim. Evə girəmədim, qapı açılmadı. Sonra bütün qonşular yığıldı ki, qapını açsınlar. Qapı açılmadı. Axırda qapı açıldı. Evə girdim, yatdım. Səhər saat 7-də falan durdum ki, yaylağa gedim. Yaylıqda olanlar bilirsiniz, onsuz da çox maraqlı keçdi mənim üçün. Həqiqətən yaxşı ki getdim. Sağ olun, sağ-salamat qalın.